Ankara'da Qarabağ Universiteti ilə Türkiyənin İstanbul Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb. Tədbir Azərbaycanın Elm və Təhsil Naziri Emin Əmrullayevin Türkiyəyə səfəri çərçivəsində baş tutub. İmzalanan sənədə əsasən növbəti tədris ilindən Qarabağ Universiteti ilə 253 illik tarixə malik İstanbul Texniki Universiteti arasında ikili diplom və tələbə mübadiləsi proqramları planlaşdırılır. Sadece birkaç adımını oluşturmak. Müsaadenizle çekiyorum. Adamların, yəni Türkiyənin Milli Təhsil Naziri Yusuf bəy Təkindən həm orta təhsil, həm də peşə təhsili sahəsində olan əməkdaşlığımızı müzakirə etdik. Bu istiqamətdə həm müəllim mübadiləsi, həm Azərbaycanda bilirsiniz ki, möhtərəm cənab prezidentin müvafiq fərmanı ilə yeni peşə təhsil müəssisələri tikiləcək. Bu istiqamətdə mümkün əməkdaşlığımızı, xüsusilə müəllim hazırlığı və proqramların Azərbaycanla mübadiləsi və uyğunlaşdırılması istiqamətində müzakirə apardıq. Həmçinin Qarabağda böyük qayıdış çərçivəsində yeni məktəblərlə Türkiyə Cümhuriyyətinin məktəblər arasında əməkdaşlığı müzakirə etdik və səfər çərçivəsində həmçinin İstanbul şəhərində Türkiyə Cümhuriyyəti tərəfindən ayrılmış, bilirsiniz ki, ilk dəfə olaraq Azərbaycan məzmununu tədris edəcək məktəbin açılışı bu il planlaşdırılır. Həmin məktəb binası ilə tanış olacağıq.